Mətn nə haqqındadır? Düzgün cavab A variantı. The history and features of the Golden Gate Bridge. Golden Gate körpüsünün tarixi və özəllikləri haqqındadır. Why was the color international orange chosen for the bridge? Nəyə görə körpü üçün beynəlxalq narıncı rəng seçilmişdi? Düzgün cavab C variantı. Because it protected the metal and made the bridge visible in fog. Çünki o metalı qoruyurdu və hətta dumanlı havada belə körpünün görünməsinə kömək edirdi. Before the bridge was built, körpü tikilməzdən öncə, people crossed the Golden Gate straight by. İnsanlar körfəzi nə vasitəsilə keçirdilər? Bu təbii ki, cavab B variantı, ferries. Yəni gəmilər. Fikirlərin doğru və ya yanlış olduğunu göstərin. The Golden Gate Bridge connects San Francisco with Marin County. Bu doğru fikir idi. The bridge was painted blue to blend in with the sky. Bu əlbəttə ki, yanlış fikir idi. It was once the longest suspension bridge in the world. Bu doğru fikir idi. It took more than 10 years to complete the construction. Bu da yanlış fikir idi. Məktubun məqsədi nədir? I'm writing to request your permission. Buradan anlayırıq ki, to ask for permission, icazə istəmək. Düzgün cavab B variantı. Məktubun məqsədi nədir? This is a reminder that your car insurance will expire. Biz buradan please renew your policy. Anlayırıq ki, to remind, bu yeniləmə haqqında bir xatırlatmadan ibarətdir. We are happy to inform you that your article has been accepted. Buradan başa düşürük ki, bu bir elandır. Qəbulla bağlı bir elandır və təbrikdir. Mətn haqqındadır. The discovery and development of Velcro, Velcro'nun kəşfi və inkişafından söhbət gedirdi. Yanlış fikri müəyyənləşdirin. C variantı. Velcro became popular immediately after it was invented. Velcro dərhal kəşf olunandan sonra, ixtirasından dərhal sonra məşhurlaşdı. Bu yanlış fikirdir. Cümləni mətnə əsasən tamamlayın. George the Minstrel got the idea for Velcro after. George'un ağlına Velcro ideyası nə zaman gəldi? After noticing birds stuck to his clothes and his dog's fur. Mətnə əsasən sualı cavablandırın. Nəyə görə Velcro 1960'larda məşhurlaşdı? Düzgün cavab A variantıydı. Çünki NASA kosmik missiyalarında onu istifadə etməyə başladı. Mətnə əsasən hansı fikirlər doğrudur? Düzgün cavab 1 və 3. George the Minstrel invented Velcro after studying how birds attach to fabric. Və the word Velcro is based on two French words. Bunlar doğru fikirlər idi. Düzgün variantı seçin. This road is too narrow. Bu yol çox dardır. Deməli, bizim daha genişinə ehtiyacımız var avtobusa görə. Daha geniş, düzgün cavab C variantıdır. Biz müqayisə dərəcəsini D artiklı ilə işlətmirik. Narrow dərəcələnə bilən sifətdir. The narrowest üstünlük dərəcəsidir. Y variantı isə simple degree, yəni sadə dərəcə olduğu üçün cavab C variantı. Yəlik halda olan isimlərin işləndiyi cümləni seçin. The Qasımovs, əgər bir adın qarşısında artikel varsa o soyadı olduğunu bildirir və soyadı biz cəmdə işlətməliydik. Ona görə də bir yanlışdır. Raul and Musa's hair, Raulun və Musanın saçı, saç sözü cəmlənə bilmədiyi üçün, sayılmayan isim olduğu üçün biz onu təkdə işlədirik, yəni 2 doğrudur. This man, this təkdə işlənən əvəzlikdir, lakin man cəmdədir, buna görə də 3 yanlışdır. Everybody admired the diplomat's speech. Bu doğru fikirdir. Saima and Alice's eyes, bu yanlışdır, çünki Saima və Alice'in gözləri hər birinə ayrılıqda aid olduğu üçün şəkilçiləri də ayrı şəkildə qoyulmalı idi.
Düzgün cavab C variantı. Sayılmayan isimləri göstərin. Trip sayılan isimdir. İş olan variantları atırıq. Closes artıq cəmdədir və sayılan isimdir. Altı olan variantları atırıq. Düzgün cavab C variantı. Fuel yanacaq. Progress inkişaf və laughter gülüş sayılmayan isimlərdir. Düzgün variantı seçin. Heathrow Airport. Burada bizim artikla ehtiyacımız yoxdur. Aeroportun adıdır. İkinci tərəfdə sifətin üstünlük dərəcəsi olduğu üçün mütləq artiklı istifadə edirik. The busiest airport və Avropanın qarşısında da qitələrin qarşısında heç bir şey işlətmədiyimiz üçün boşluq olacaq. Düzgün cavab B variantı. Much time doğru ifadədir. Much sayılmayan isimlərlə işlənir. A little floor doğru ifadədir. A little sayılmayan isimlərlə işlənir. A lot of dry wood, yenə a lot of sayıla bilən və sayıla bilməyən isimlərin hər ikisinin işlənə bildiyi üçün doğrudur. A few sayılan cəm isimlərlə işlənir. Paint isə sayılmır, 4 yanlışdır. Very'dən sonra article ifadələr gəlmir, 5 yanlışdır. Doğru cavab A variantı. Son ask the teacher. Burada xəbərdən sonra işlənən sözü əvəzləməliyik. Bu da tamamlıqdır. Tamamlıq rolunda iştirak eləyə bilən him və her əvəzliklərdir. Them cəmdə olduğu üçün atırıq. Şey isə mübtəda rolunda çıxış edə bilər yalnız. İkinci tərəfdə yenə bizə eyni şəkildə tamamlıq rolunda olan lazımdır. Bu səfər isə test cəmdədir. Yəni təkdə olan işlədə bilmərik. Buna görə də A səhvdir. B-nin ikinci tərəfi isə adlı xalınan işlənir. Düzgün cavab D variantı. Düzgün variantı seçin. Düzgün variant C variantıdır. 30 pounds is not enough. Burada söhbət pul vahidinin özündən getdiyi üçün izlə işlənməsi doğrudur. 7 kilometers eyni şəkildə məsafənin özünü göstərir. Doğrudur. Və 5-də isə zaman dilimini göstərdiyi üçün hər birini xəbərini təkdə vermək doğru hesab edilir. Yanlış fikri göstərin. He couldn't jump high. Bu düzgündür. He always speaks highly about himself. Özü haqqında yüksək danışır, yəni yüksək düşüncədədir. I haven't been to Georgia lately. Son zamanlarda Gürcüstanda olmamışam. Doğru fikirdir. They have lived in India nearly. Təxminən deməkdir. Doğrudur. C variantı isə yanlışdır. He should hardly work to enter university. Hardly inkarlıq bildirir. O universitetə qəbul olmaq üçün nadirən çalışmalıdır ifadəsi düzgün deyil. If you work without being paid, əgər sən ödəniş olunmadan işləyirsənsə, sən könüllü adlanırsan, yəni volunteer. Guide bələdçi deməkdir. Coal miner kömür mədənlərindəki işçilərdən söhbət gedir. Waitress bildiyimiz kimi qarson, ofisiant mənasını verir. Və patient isə həm xəstə, həm də səbirli mənasını verir. Yəni, bura aid deyil. The soup tastes. Burada taste feili dadı gəlmək mənası olduğu üçün sifətlə işlənməlidir. I have never tried anything like this before. Mən heç vaxt belə bir şey dadına baxmamışam. Bu supun dadı şirindir. Yəni, sifət formasında sweet. Düzgün cavab B variantı. Yanlış fikri göstərin. The children laughed happily. Doğrudur. C variantında she looked at me angrily. Burada looked baxmaq mənasındadır. Zərflə işlənib. Doğrudur. They entered the room quietly. Doğrudur. The child listened attentively. Doğrudur. Düzgün cavab B variantıdır. Çünki manly sifətdir. Behave-lə isə sifət işlətmirik. Düzgün variantı seçin. Such a traffic jam ifadəsi doğru ifadədir. So much news channel yanlışdır. Çünki much sayılmayan isimlərlə işlənir. Channel isə sayıla bilən isimdir. So'dan sonra article ifadələr gəlmir. 3 yanlışdır. Və biz 2 və 3 olan variantları atırıq. So many sharp knives düzgündür. Burada knives cəmdədir. 4 doğrudur. Such'dan sonra much və yaxud da many ifadələri işlədilməsi yanlışdır.
Doğru cavab C variantı. Düzgün sinonim cütünü göstərin. Important və essential sinonimdir. Silent noisy antonimdir. Temporary permanent antonimdir. Obscure clear sinonim deyil. To distract, to interrupt hər ikisi sinonim hesab edilir. Şəkillərə baxın. 35 sözdən ibarət, ən az 35 sözdən ibarət hekayə qurun. Hekayəni qurarkən qrammatik qaydaların düzgünlüyünə və söz ehtiyatının zənginliyinə diqqət etmək lazımdır.